Elə avtomobillər var ki, onlar Azərbaycanda həddindən artıq diqqət cəlb edir. Qarşılayın, efirdə reinkarnasiya üzrə çempion ölməz kaşkeyi Mercedes-Benz G-Class. Там то скелет, я еле-еле, Джани шевелит, гели-гели-гели. M157, 5.5 litrlik və 8 bi turbo, 544 at gücü, 760 Nm fırlanma anı, 2.5 ton xoşbəxtlik və yekunda dəlisov kubik. G-Class bir mənalı olaraq ölkəmizdə ən sevilən avtomobillərdən biridir. Gündəlik istifadəsi də elədir ki, sanki ağır bir sandığı çiyinlərin üzərinə almışsan və bir ünvandan o bir ünvana daimi daşıyırsan. Amma dəyər, çünki hamı üçün avtomatik olaraq müəllimsən. Restoranda qapı açacaqlar, dükanda isə ağır torbaları maşına daşımağa kömək edəcək. Порядок плавной игры, порядок плану и как сияют стволы, как шмаляют стволы. G-Class sahibləri G-Classofobiya xəstəliyindən əziyyət çəkir. Yeni model çıxan kimi dərhal alırlar. Vaxtı-vaxtında pasiyentləri dərman ilə təmin edən Mercedes-Benz elə premyera günü jackpot əldə edir. G-Class elə maşındır ki, onun əvəzi yoxdur. Narahat olsa da daim dəbdədir və bəxş etdiyi emosiyaları digər avtomobillər verə bilmir. Ölkənin ən maraqlı avtomobil məkanı olan Baku Avtomoldan təqdim etdiyi Baku Style. Əlvi sükandan çəkmirsən uzun fi.